Salam uşaqlar. İlk növbədə deyirəm ki, uşaqlar bəyənin də bu videoları. Nəsə xoşunuza gəlmir deyəsə bəyənmirsiniz. Videonu açan kimi bəyənməyə, abunə olmağın işinə baxın. Mən isə misal birdən başlayacağım. Yenə sizinlə dəftərə yazmışam. Rəqəmlərlə yazın. 0,1. İstəyirəm ki, uşaqlar biraz belə izah verim. Onluq kəsir nə deməkdir? Onluq kəsirdə 2 dənə vergül olar. Deməli, onluq kəsiri 2 yerə ayırır. Vergüllə 2 yerə ayrılır onluq kəsir. Niyə yazmadı? Bu izini də göstərə görək. Fərz elə ki, bax belə bir onluq kəsiri yazmaq üçün yer ayırıram. Kəsirin tam hissəsi var. Sol tərəfdə tam hissə, sağ tərəfdə isə kəsir hissə. Onluq kəsirin tam hissəsi, bu da kəsir hissəsi. Tam hissə də hissələrə ayrılır. Məsələn, 2 yerə ayırıram bunu. Qoy biraz da böyüdüm bunu. 2 və yaxud da 3 istənilən qədər ola bilər. Həmçinin kəsir hissə də istənilən qədər ola bilər. Amma bugün sizdə 3 hissədən bəhs edəcəyik uşaqlar. 3 hissə. Məsələn, fərz eləyək ki, 2 tam təklik, onluq, yüzlük, minlik və s. davam edir. 2 tam deyiriksə, vergüldən sol tərəfə 2 tam, onda 1, 2 tam, vergül uca göstərir ki, 2 tamdır. Sonra birinci yerdə onda 1. Əgər desək ki, onda 7, onda deyirəm 7. 10, ona fikir verin, onda 1 0 var. Ona görə də birinci yerdədir, burada bura bir 72 yazmaq olmaz bir yerə. Onda 1 0 var, yeri də bir dənədir. Bir dənə rəqəm yazmaq olar. 100-də isə 2 0 olduğundan 2 yeri tutur. Bax bu 2 yeri. Məsələn 100-də 70, qoy təzədən çəkək bunu. Məsələn 5 tam 100-də 18. Bax bu 2 dənə yeri tutdu. Ona görə ki 100-ün 2 dənə sıfırı var. 1000-də olarsa 3 tam, 1000-də 4. İndi 1000-də 4, 1000-də 3 0 olduğundan buranı mən vergüldən sonranı 3 yerə bölürəm. 1000-də 4. Onda gətirib 4-ü buraya yazaq ki, bir dənə 4-dürsə. Gətirib buraya yazıram 4-ü. Axı bura onda 1-in yeridir. İkisi birlikdə 100-də 1-in yeridir. 1000-də deyirəmsə, 1000-də 4-ü buraya yazıram. Bəs buralar boş qalır? Yox. 1000-də 4 deyəndə bura 0 yazılır. Və yaxud da 100-də 5 tam olmasın, olsun 7 tam 100-də 2. 100-də dedimsə, bax burada vergüldən sonra 2 dənə yer var. Axı 2 bir dənə rəqəmdir. Bura yazaq, yoxsa 100-də sözü deyiriksə, bu onda 1-in yeridir. 100-də 2 bura yazılır. Bura isə 0 yazılır. Yəqin ki, müəlliminiz də izah eləyəndə diqqətlə qulaq asın və yaxud asmısınızsa, bunu başa düşəcəksiniz. Rəqəmlərlə yazın. 0 tam onda 6. Onda, yəni vergüldən sonra bir dənə yer var. 0 tam onda 6. Belə olur. 2 tam onda 3. Vergül tamı ayırır. Onda 3. 100-də deyilirsə, deməli 2 dənə yeri tutacaq bu 100-də neçədirsə. 0 tam 100-də 8. Bəli, 8-in 2 dənəsinin 8 bir yeri tuta bilər. 100-də 8. Onda bura biz 0 yazırıq. 3 tam 100-də 55. 3 tam 100-də 55. Burada deməli 8-in onluq hissəsi yox idi deyə 0 yazdıq. Burada nə deyilir? Ədəd oxunda göstər. 1 tam onda 4. 1 tam onda 4. Buranı fərz eləyək götürürəm 0. 10 damadan sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bura olsun 1. 1, 2, 3, 4, 5,
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu da belə. 2. Bir tamdan çoxdur. Bir tam bura qədərdir. Digərinin də 10 yerə bölüb 4-ünü. 1, 2, 3, 4. Bax, burada. Bu olacaq 1 tam onda 4 nöqtəsi. Bir tamı götürürük, onda 4. Burada isə tam yoxdur, 0 tam. Deməli, 0 tamla 9, onda 9. Bu da olsun 10 yerə bölək bunu da. 9'unu götürək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu da 1. 10 dənə də sayıb 2 eləyə bilərəm. Bizə bura qədər lazımdır. 0 tam. 10 yerə bölüb 9'unu götürürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10 dənə damadan 9'unu götürdüm. Onda 9 o deməkdir ki, 0 ilə 1 arasındadır bu ədəd. 0-dan 1'ə qədər olan məsafəni 10 yerə bölüb 9'unu götürməliyəm. 2 tam %21. İndi mən bunu o tərəfə uzatsam 0 tam 1, 1, 0. Amma burada 2 yazacağım. 2'dən başlayırıq. 2'dən 2 ilə 3 arasındadır. 2'dən biraz keçib. Burada 3 eləyək. İndi burada 20 dama var. Hərəsini 5 yerə bölsəm, bax belə 5 yerə. 4, 5 yerə. 100 eləyər. Hamısını mən belə xırda 100 yerə bölürəm, 5 yerə bölürəm. Hamısı birlikdə eləyir. Bölmüş oluram 100'ə. Bax belə, kiçik. Dəftəriniz deməli ki 100 yerə bölməyə ancaq belə imkan verir. 100 yerə bölüb götürürəm 21'ini. Bir damanı 5 yerə bölmüşdüm. 5, 5, 5. Bu da 5, 21. Bax, buraya gəlib düşəcək. Bu nöqtəyə. Budur. 2 tam. Ötürdük 2 tam əvvələ getdi. Bu da 2 tam %21. 0 tam %6. 0 tam. Yenə də 100'ə bölürəm. 100 yerə bölünəndən 6 dənəsini götürürəm. Bir damanı 5 yerə bölmüşəm. Birini də buradan götürürəm. %6. Onda 6 olanda 0'dan 1'ə qədər olanı, bax, 0'dan 1'ə qədər olan yeri 10 yerə bölürük. 0'dan 1'ə qədər olanı 100 yerə bölürük. İndi sizə belə bir sual verirsə, onda 6 böyükdür, %6. Hardasa onda 6, uşaqlar, bax, bura düşəcək. 1, 2, 3, 4, 5, 6. Bura qədər düşər. İndi bizdən o tələb eləmir, mən elə belə deyirəm. %6 məsafəsi isə bax budur. Bu balaca yerdə. İndi onda 6 %6'dan böyükdür. Ədəd oxunda biz göstərdik. Bunun da qiymətini yazaq. 0 tam %6. 0 tam %6'dır. Bunu da yazdık. Bunu yazmadık deyəsən. Onda 9 bura düşür. 0 tam onda 9 bu nöqtədir. Bunu da yazdım. Üçüncü. Adi kəsiri onluq kəsir. Onluq kəsiri adi kəsir şəklində göstər. Bu adi kəsirdir. Tamı yoxdursa, onluq belə adi kəsirdə tamı göstərmək o qədər vacib deyil. Bax, tamsız yazılıb. Amma onluq kəsirə çevirəndə mütləq tamı göstərməlisən. Çünki kəsir 2 hissədən ibarətdir. Onluq kəsir. Adi kəsir də 2 hissədən ibarətdir. Surət və məxrəc. Ola bilərmi ki, məxrəci yazasan, surəti yazmayasan? Ola bilməz. Amma onluq kəsirdə də tamı yazmamaq olmaz. Mütləq tamı yazmalıyıq. 0 tam onda 3. Nədən bildik ki, bəs bu onda 3'dür? Çünki 0'dan sonra onda 1'in yeridir. Və yaxud da 0 vergüldən sonra birinci yerdədirsə onda 1 deməkdir. Yüzdə, burada bunu da davam eləyək. Onda 1'lərlə sonra keçək aşağıya. Onda 6.
0,6. Bunu kəsr şəklində yazsaq isə belə yazarıq. 10/6. Burada tam lazım deyil yazmaq. 0 tem böyle burada 0 tamdırsa heç yazılmır. Yox, yəni 1 tam varsa o yazılacaq. 1 tam yazılacaq. 0 tam olanda yazılmır. %5. 0 tam. %2 0 olduğuna burada 2 yeri tutacaq. 5'i biz hara yazaq? Birinci yere yazaq ya ikinci yere yazaq. %5. Burada 2 dənə yeri tutacaq. 2 yerə bölün bunu. Heç görünmür də deyəsən. 5 %5 olduğundan axırıncı yeri tutacaq. Bura isə 0 yazılacaq. 0 tam %5. %17. 0 tam. %2 0 var. Surətdə də 2 dənə ədəd olduğundan elə onda biri 1'dir, %1'i də 7'dir. Bunun onda biri 0'dır. Sonra devam eləyirəm. Onda 7'dən 0 tam, onda 7. 2 tam bərabərdir. 2 tam %3. Yenə də %2 0 olduğuna 2 yeri tutacaq. 3 %3 belə yazılacaq. 0 tam %6. Tam yazılmır. Adi kəsr olanda bax beləcə yazılacaq. %6. 0 tam yenə yazılmır. %23. 1 tam onda 2. 1 tam onda 2. Necə oxuyuruq elə də yazırıq. 1 tam %15. Demək, yüzdə bir ədəd də ola bilər. Bax, bir ədəd. Bax, belə. Onluq kəsirdə olur. Amma adi kəsirdə belə yazmaq olar. Bir dənə. Onluq kəsirdə isə mütləq qabağına bir 0 yazılmalıdır. Bu 3 nömrə idi. 4-cüyə baxıram. Müqayisə et. Hansı böyükdür? Müqayisə eləmək üçün uşaqlar birinci tam hissələrə baxırıq. Tamlar ikisində də bərabərdir. Deməli, tamlar bərabərdir. 0 tam, 0 tam. İndi onda birlərə baxırıq. Hansının onda biri böyükdürsə, o böyükdür. Deyərik ki, bax, burada %1 böyükdür. Axı, yox, %1'ləri indi müqayisəsini göstərəcəyəm sizə. Onda biri bunda 0'dır, bunda 2'dir. Müqayisə vergüldən başlayır, gedir. Onda biri böyük olan böyükdür. Bu kiçikdir. İkinci, hər ikisində 0 tam, 0 tam. Hər ikisinin %1'i var. Bunun da deyək ki, %1'i 0'dır. Yenə də onda birdən başlayırıq. Hər ikisində 2 ədəd var. 2 rəqəm var. Bunun onda biri 2'dir. Bunun onda biri 3'dir. Deməli, onda biri böyük olan böyükdür. Burada isə 3 tam onda 3. Onda 3. Bu da 3 tam %30. Bunun onda biri yazsaq, bunu belə adi kəsir, onluq kəsir formasında yazsaq, bunun üçün nə yazarıq? 3 tam onda 3 belə yazarıq. Bu da 3 tam. 3 tam. Hər ikisinin tamları bərabər. Onda birlər bunda da 3'dür, bunda da 3'dür. %1 bunda yoxdur. Bunda isə 0'dır. Olmamış kimidir bu da, yox kimidir. Onda bu bərabərdir. Tamlar da bərabər, onda birlər də bərabər, %1'lər isə yoxdur. Birində yazılmıyor, birində 0 yazılıb yoxdur deməkdir. Onda 7, onda 8. Bu onda 7, onda 8. Onda 7 kiçikdir. 0 tam %14, %13. Deməli, onda birlər bərabərdir. Hər ikisinin tamı 0'dır. Bu da 0 tamdır. Tam yazılmır belə olanda. Onda biri 1'dir. Burada da onda 1'dir. %1'i 4'dir. Burada 3'dür. Onda bu böyükdür işarəsi düşür bura. Bu 4-cü misal idi. 5-ciyə keçirəm. Boş xanaya uyğun ədədi yazın. Bir təklik
neçə onda bir ola bilər? Bir təklikdə 10 dənə onda bir ola bilər. Bir təklik 10 dənə onda bir ola bilər. Bir təklik 100 dənə. Yüzdə bir təkliyin içində yüzdə birə bölsək, məsələn, mən bax, biri burada böldüm, yadınızdadırsa. Bir neçə yüzdə birdir? Bax, bu bir yüzdə birlərə 100 dənə. Neçə dənə bir təklik buradan bura? Neçə dənə onda birlərdir? 10 dənə. Qayda bura. Bir təklik 10 onda birdir. Bir təklik 100 yüzdə birdir. Bir onda bir yüzdə bir. Bir onda bir yüzdə 10 dənə deməkdir. Bir onda bir 10 dənə yüzdə birə bərabərdir. Bir onda bir 100 onda bir yüzdə birə bərabərdir. Sıranı pozan ədədi müəyyən edin. Yəni artan sıra ilə yazılıb. Onda bir 3, onda bir 4, hamısı 0 tamdır. Bir tamlara baxırıq əvvəlcə 0, 0, 5 dənə ədəddir. 1, 2, 3, 4, 5. Qırmızına yazmışam ki, qarışmasın deyə. Hələ ki, qırmızı sıranı pozan ədəd deyil. Belə yazdım ki, ikinci birə bura sığışdıra bilərəm. Sığışdıra bilmədim, altdan yazdım. Deməli, onda bir 3 artmalıdır. Sonra olmalıdır 4 artıb. Sonra 4 onda 1. Tezdən düşüb olub 3. 3 olub. Bax, sıranı pozan budur. Bax, bu sıranı pozur. Bax, bu. İndi düzgün qaydada yazaq. 3'ü bu 3'dən sonra yazmalıyıq. 0 tam %32, 0 tam onda 3'dür. Onda 4'e keçməyək. Onda 3'ü gətirib yazaq. 0 tam %39. Bəs bu kiçikdir, bu böyükdür. Artıqdır, bu artdı. Nədən bildik? Tamlar bərabər, onda birlər bərabər, yüzdə birlər biraz böyükdür. Ona görə bu birinci yerdə yox, ikinci yerdə olmalıdır. Sonra gəlir 0 tam onda 4. 0 tam onda 4. Sonra gəlir 41. Onda 4'ün yüzdə biri yoxdur. O birisinin növbətinin yüzdə biri də var. 41. Sonra da gəlir onda birlər 3, 3, onda bir 4, onda bir 4. İndi gəlir onda bir 5. Artan sıra ilə yazdıq. Bura baxaq indi. Hamısı bir tamdır. Tamları bərabərdir hamısında da. Azaltmalıyıq. Ən böyüyünü əvvəl yazmalıyıq. Onda biri 2'dir, 0'dır, 1'dir, 1, 0. Azalan sıra ilə yazmalıyıq. Böyüyü başlamalıyıq uşaqlar. Ən böyük onda bir 2'dir. Onda bir 0'dır. Axı 1 qalıb burada. 0'a keçiblər. Onda bir 1 olmalıdır. Burada da 1 olmalıdır. Azalan sıra ilə yazırıqsa. Ən böyüyü yazırıq. 1 tam onda 2. Sonra var mı 1 tam onda 2 ilə başlayan? Yoxdur. Sonra keçirik 1 tam onda 1'lərə. 1 tam %12. Bu da 10. Əvvəl bunu yazaq. Bu böyükdür. Sonra bunu yazaq. 1 tam. Vergül koymuştum burada. 12. Kırmızıyla burada virgül koyun. Sonra gelir 1 tam 10. Bəli, bir tamlar, onda birler 2, onda bir 1, onda bir 1, bu da onda bir 1. Neyse burada karışıklık oldu deyəsən. 1 tam 12, 1 tam 10. Qoy nöqtə virgül qoyaq, bura ayrılsın yaxşı. Nöqtə virgül, burada nöqtə virgül. Burada nöqtə virgül. Deməli biz 3'ünü yazmışıq. 1'i, 2'si, 3'ü. İkisi qalıb. İndi var mı onda birlərdən 1 olan?
1,1 yazmışıq mı? Bunu yazmışıq, bunu da yazmışıq. 3, ikisi qalıb. 1 tam %5, 1 tam %5 gəlir. 100 yerə bölüb 5'in götürürük. Burada isə 100 yerə bölüb 1'in götürürük. Bu biraz böyükdür. Əvvəldə yazıram. 1 tam %5, 1 tam %1. Bunları da nöqtə vergüllə ayıraq. Bəli, bu da nöqtə. Deməli, sıranı pozan hansı olub? Burada sıranı pozanı tapdıq ki, hansıymış? Bax bu. Burada hansıymış? Bu, uşaqlar. Sıranı pozan, bax budur, gəlib, düşüb bura. Bunu belə karandaşla götürürəm. Sıranı pozan, bax budur. Burada da buymuş, sıranı pozan. 3 onluq kəsir yaz. Arada 3 onluq kəsir yazaq. 3,5'dən böyük, 3,6, 3,7, ikisini yazdım. 3,8. 3,5, 3,6, 3,7, 3,8. Sonra gəlir 3,9. Mənim yazdığım bu 3 dənədir. 2,7, sonra gəlir 3,3'ə qədər. Görək, əvvəl qaralamada yazaq, sonra sıxışdıra. Bunu belə, əgər sizi narahat eləyirsə, belə yaza bilərsiniz. 2,7, bunu da yerinə yazın, 3,3. Ha, 3,3. Bu arada nə yazmaq olar? 2,9, 2,8 yazmıram. 2,9, 3 tam, belə yanında da 0 yazaq. Onluq kəsir formasında olsun. Neçəsini yazdım? İkisini. 3,2, belə. 3,3. 3,3 bizdə kəsir formasında yazılıb. Yazıram bura. 2,9. 2 dənə 10,1 buraxdım. Bunu yazdım. Sonra yazıram. 3,1 də yazmaq olar. Belə də yazmaq olar. 3 tam. Qoy 10,1 yazaq. Axı bizdən onluq kəsir istəyir. Sonra olsun 3,2. Biz 3 dənə kəsir yazdıq. Görək, bəlkə 4 yazdıq. Yox. Bax, burada yazdıq. Bu 3 dənəni əlavə elədik. Burada da əlavə elə demişdi ortaya. Bu 3 dənəni əlavə elədik. İndi bura yazaq. 0,25. 0, bu 3'ü olmaq üçün 0,27, 0,28, 0,29, 0,3. Bax, bu da sonraki 3 dənədir. Bax, bunların arasında qoy, qırmızıyla vergül qoyun. 3 dənə yazmışam. Burada da 3 dənə. Vergül qoya bilərəm. Siz o vergülü özdə göylə qoysan, bu vergüllə qarışdıracaqsınız. Ona görə belə qırmızıyla ayırdım. 1,5 ilə 1,57. 1,5 ilə 1,6 götürə bilmərik. 1,58, 1,56 da yaza bilərik. 1,5, 16 götürə bilmərəm. 56'ya çatmamışıq hələ. 58, 15 bu olacaq. 58 yox. 53 götürürəm bunu. 53, 1,54, 1,55. 56 da olar burada. Nöqtə vergül. 3 dənə bax, bunları yazdım bu dəfə. Bu dəfə bu 3 dənəni yazdım.
bunları. Bunlar isə əvvəldən var idi. 2 tam onda 1 ilə 2 tam onda 2'nin arasında. 2 tam %11. 2 tam %11. Yüzlükləri bura çatana qədər 2 tam %15. Hələ ki 2 tam onda 2 olmayıb. 2 tam %19. Sonra 2 tam onda 2 olacaq. 2 tam %20. 19'dan sonra nə gəlir? 2 tam %20. %20 budur. Sonra sıfırı da yazmaq olar, olmaya da bilər. Olacaq 8. Hesablayın. Bu şifahi hesablamağa biraz meyilli olaq uşaqlar. Tamları toplayırıq. 3 tam, bu da 0 tam. Eləyəcək 3 tam. İndi onda birləri toplayaq. Onda biri 2'dir, onda biri 4'dir. Vergül 2 ilə 4'ü toplasaq onda birlər 6 eləyər. 0 tam %28, 0 tam onda 3. Adi biz toplayanda belə toplayırdıq uşaqlar. Adi ədədləri toplayanda 28, üstə gəl 3. 3 8'in üstə gəlirdi. 11 bir yadda 31. Amma burada bizə onluq kəsirdə isə onda 1 ilə toplanılır. Məsələn, bərabərdir. 2 tam onda biri 2'dir, onda biri 3'dir. 5 %1'in də üstünə %1 yoxdur. 8. Yenə də çıxmalıyıq. 5 tam %15, 1 tam %15. Kəsir hissələri çıxanda bir-birindən bu ədədləri çıxanda kəsir hissələr 15, bu 15 ilə 15 çıxılır, heç nə qalmır. 5 tamdan 1 tam çıxsaq qalar 4 tam. 4 tam başa düşdüsə. 4 tamın üstünə də 4 tam onda 7 gəlsək eləyər 8 tam onda 7. Təkrar videoya bir də baxın. Bəyənin, paylaşın, abunə olun uşaqlar. Mən demirəm, amma siz də eləmirsiniz. Eləmək lazımdır. Elə sadəcə qoyub qabağınıza köçürürsünüz. Burada çıxmadı. Tamdan tamı çıxıram. 1 tam. Onda 1'dən onda 1'i çıxıram. 2. 7 tam 64. 7 tamdan 3 tam çıxsam 4 tam. Onda 1 6'dan 2'ni çıxsam yenə 4. %1'dən isə heç nə çıxmıram. Bunun %1'i 0'dır. Olduğu kimi yazıram. Belə. 9. Hesablayın, müqayisə edin. 3 tam onda 8'dən 1 tam onda 2'ni çıxıram. Tamdan tamı çıxsam olar 2 tam. Onda 8'dən onda 2'ni çıxsam onda 6. Üstünə gəldirəm. 1 tamın üstünə 0 tam gəlsəm olacaq 1 tam. 4 onda 1 4 onda 1 3 7. 1 tam onda 7. Bu deməli böyükdür. 2 tam olan böyükdür. 7 üstə gəl 1 tam onda 1. 8 tam eləyər. 7 tam üstə gəl 1 tam onda 1 eləyəcək 8 tam onda 1. 9 tam %82 çıx 0 tam. Deməli 9 tamdan heç nə çıxmırıq. Elə tam özü qalacaq. 9 tam 82'dən də 72 çıxsaq 10 qalar. 10 və yaxud da elə 1 də yazmaq olar, 10 da yazmaq olar. Bu 8 tamdır, bu isə 9 tamdır. Böyük olan sağ tərəf olacaq. 0 tam %45, bu da 33 toplayanda. %1'i də var, onda 1'i də var. Tam eləyəcək 0 tamla 3 tam, 3 tam. Onda birləri toplasaq 4 ilə 3, 7. %1'lər də 5 ilə 3, 8. 5 tam 76'dan 52 çıxırıq. 5'dən 1 çıxırıq. 4. 76'dan 52 çıxsaq qalar 24. 24 qalar. Onda 1'dən 7'dən 5. 2.
6-dan da 2, 4. 3 tam sol tərəf, sağ tərəf isə 4 tamdır. Müqayisə elədik bunu da. Qaldı bizim 2 dənə məsələmiz qalıb burada. Onu da eləyək. Bir sahədən 23,5 ton məhsul yığılıb. Bir sahədən bu qədər məhsul yığılıb. İkinci sahədən bundan bəlkə bir sahədən bu qədər yığılıb. İkinci sahədən 2,3 ton az məhsul yığıldı. Birinci sahədən 23,5, ikinci sahədən 2,3 tam az yığıldı. İki sahədən nə qədər yığılıb? İkinci sahəni tapaq görək. Birinci sahəni bilirik. 23,5. Bura yazaq. İkinci sahə. Deməli, 23,5-dən 2,3-ü çıxıram. 23,5 çıx 2,3 tondur da, bunları tonları burada göstərmirəm. 23-dən 2 tam çıxsam 21 tam. 1/1 5-dən 1/1 3-ü çıxsam 2. 2 sahədən nə qədər yığılar? Bu birinci sahə 23,5 üstə gəl 21 tam 2 bərabərdir. 23 ilə 21-i toplasaq 44 tam. Tamları topladım. 5 ilə 2-ni də toplasam 7 ton. Bu deməli 10-cu məsələnin həlli idi. Məsələ 11 səhifə 84-də. Bəyənmək əgər sizin kömək olursa bəyənin, paylaşın, abunə olun. 1 kilogram qırmızı alma 2,5 manatdır. 2 tam, yəni 2 manat, 5 isə 50 qəpik deməkdir. 3 olsaydı 30 qəpik olardı. 2 manat 50 qəpikdir. 1 kilogram ağ alma isə 50 qəpik ucuzdur, yəni 2 manatdır. Qırmızı alma 2 manat 50 qəpik, 2,5 manat yada. Bu isə 50 qəpik ucuz, yəni 2 manat. 1 kilogram qırmızı alma alıb alıcı. 1 kilogram qırmızı alma alıbsa nə qədər pul ödəyib? 2,5 üstə gəl. Bundan 50 qəpik ucuzdursa alıb bu da 0,50 deyək. Yox, 2 manat. 50 qəpik ucuzsa 2 manat alıb. Bu 1 kilogramdır. 1 vurulsun 2,5 manata. Yarım kilogram isə 2də 1 manat deməkdir. 2də 1 vurulsun 2 manata. Manat sözünü yazmıram buradan. Bərabərdir. 2 manatlıq almadan yarım kilo alıbsa bu 1 manat eləyər. Siz 5-ci sinif uşaqsınız. Almanın kilosu 2 manatdır. Yarım kilosu eləyər 1 manat. Həm də buradan görürsünüz ki, bu 2 vurulur surətə. Olur 2/2 1 manat. 1 düşür burada. 1 manat. Bir dənə 2,5-də 2,5. 1 üstə gəl 2,5 eləyər 3,5 manat. Bu səhifə 84-cü səhifədir. 2 dəfə səhifə sözünün. Bu məsələlər 84-cü səhifədən idi. Uşaqlar, bu qədər. Sağ olun, bəyənin, paylaşın, abunə olun. Suallarınız da olsa qısa videoların altında yazın. Bəlkə yaxşı görünmür videolar.